Salam aleyküm şeyx. Və aleyküm salam rəhmətullah. İzləyicilərdən biri sizin videonuzun şərh bölməsində qeyd edib ki, bəs nə üçün sahabə adlananlar Həzrəti Əli və Həzrəti Osmana qarşı çıxdı? Və hətta həmin o qarşı çıxanlara sələflər Allah onlardan razı olsun deyir. Birinci, Osmana qarşı çıxmayıb sahabələr. Osmana qarşı çıxmayıb sahabələr. Sadəcə bəziləri ola bilsin, olubsa da hətta belə. Yəni, sahabələr məsum deyil ki. Necə ki, Əli İbn-i Əbi Talib. Əli İbn-i Əbi Talibə də sahabələrdən ona qarşı kim çıxıb ki? Yəni, kimsə çıxıb deyib ki, xəlifə mən olum. Ola bilsin, işarə edirlər Muaviyə radiyallahu anhə. Muaviyə Əli ilə radiyallahu anhə xilafət söhbəti deyildi ki. Xilafət söhbəti getmirdi. Sadəcə Osmanın qatillərindən söhbət gedirdi. O da Bağı firqəsidir. Muaviyə tərəf, Bağı firqəsi. Xavaric deyil. Aydındır, Xavariclə Bağını ayırmaq lazımdır. Xavaric kimdir? Kim hakimi devirmək istəyir, təkfir eləyir, devirmək istəyir, o Xavaricdir. O fikirlər, o əməl, o fikir sahiblər Xavaric adlanır şəriətdə. Amma kim ki təkfir eləmir, müəyyən dünyavi məsələyə görə nəsə narazılıq eləyir, onlar Baqilərdir. Aydındır. Deyirlər ki, siz xavariclərdən çox danışırsınız. Bunun səbəbi nədir? Xavariclər çünki cürbəcür sifətləri girib, cəmaatın arasında çalışırlar, dəvət eləyirlər, hətta namaz qılanların arasında. Ona görə. Yoxsa yəni, onlarla danışmaq ehtiyac yoxdur, əgər onlar yoxdursa. Var ki, deməli danışırıq. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında yox idilər, o danışırdı onlardan. Yeganə firqədir ki, Xavariclər, Peyğəmbər sallallahu aleyhi ve sellem onlar barədə danışır. Onlar cəhənnəmin tolaları deyib, onları deyib, harada görürsünüz, öldüründünüz, hakimin işidir. Onlar hansı müsəlmanı öldürürsə, o müsəlman şəhiddir, şəhadət dərəcəsi verilir ona. Onları öldürməkdə nə qədər savab var, düz hakimin işidir. Buynuz kimidirlər, kəsəcəksən, yeni bitəcək. Ox yayından çıxan kimi dindən çıxıblar, oxuduqları boğazlarından yuxarı keçməyəcək, yəni düzgün başa düşməyəcəklər o mənada. Və s. və s. Yeganə firqədir. Ona görə, əgər Peyğəmbər sallallahu aleyhi ve sellem onlardan danışıb olmaya, biz ola danışmayaq. Və həm də ümumiyyətlə elm tələbəsi, imam, məscidin imamı və s. Onlar görməlidir. Nədə təhlükə var, onu irəli sürməlidir. İrəli önə gətirməlidir. Danışmalıdır o barədə. İndi də xavariclər özünüz bilirsiniz ki, cürübəcür növləri kifayət qədər var, çoxdular. Ona görə onlardan danışmaq vacibdir. Hələ mən az danışıram. Sadəcə o danışanlar, onlar ya özləri xavaricdir, özləri, ya o fikrə meyillidirlər, ya cəmaat arasında şübhə atmaq istəyirlər ki, bu xavariclərdən çox danışır. Hələ mən danışıram var, danışmasa ilmin olardı. Bəli. Bir insan hakimi və ya sıravi birinin müsəlman olmasına dayanmışam deyirsə, yəni nə müsəlman, nə də kafirdir demirəm deyirsə, buna mötəziləlik demək olarmı? Təbii ki, mötəzili mənhəcidir, əlhəmdülillah. Təbii mötəzili mənhəcidir. Onlar böyük günah sahibləri barədə iki mənzil arası mövqe tutublar. Yəni, nə müsəlman görürlər, nə də kafir. Xavariclərdən fərqi budur. Xavariclər dərhal təkfir eləyir, mötəzilər deyirlər ki, yox. Nə müsəlman deyirik, nə də kafir. Onlara vaqif edirlər. Əslində bidətçilər də olar. Bidətçilərdir, yəni sələfi deyirlər onlar. Bəli.